Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə məntiq xətaları haqqında danışmaq istəyirəm. Məntiq xətaları məntiqi təfəkkür mövzusunda olan bir məsələdir. Ancaq mən bunun üçün ayrıca bir video çəkmək qərarı aldım ki, qısa konkret olsun və sizin üçün darıxdırıcı olmasın. Məntiq xətası məntiqi cəhətdən zəif inkişaf edən insanlarda olur. Nədir məntiq xətası? Yəni məntiqin düzgün inkişaf eləmir, səndə məntiq xətası baş verir. Və biz müəllim olaraq şagirdlərin məntiqi təfəkkürünü elə inkişaf etdirməliyik ki, onlar bu cür məntiq xətalarına yol verməsinlər. Məntiq xətalarına yol verən şagirdin intellektual inkişafında onun ətraf aləminin təsiri çox böyükdür. Həm müəllim, həm valideyn şagirdin məntiqi inkişafına dəstək olmalıdır. Ona görə də biz bu məntiq xətalarını öyrənirik ki, bu cür məntiq xətası edən şagirdlərimizdə bu xətaları aradan qaldırmağa çalışaq. Yəni məntiq xətasında şagirdlər nəticəyə gəlmək bacarıqları zəif olur, arqumentlər gətirmə bacarıqları zəif olur. Yəni onlarda analogiyanın tapılması, ümumiləşdirmə aparma bacarıqları zəif olur. Birinci məntiq xətamız həddən artıq ümumiləşdirmədir. Toyota Priuslar gəlib artıq Time 2024 kitabına da daxil olub. Bilirsiniz ki, Toyota Prius markalı maşınları biz el arasında nə tanıyırıq? Qəza edən, pis olan. Amma maşının günahı yoxdur əlbəttə ki. Amma bunlar artıq bu cür ad çıxardıblar. Deyir ki, yolla gedirik. Görürük ki, iki maşın qəza eləyib. Baxırıq ki, biri Priusdur, deyir ya, günah Priusdadır deyirik və keçib gedirik. Bu nədir? Bu həddən artıq ümumiləşdirmədir. Əslində biz nə etməliydik? Biz əgər ümumiyyətlə fikir bildirməməliyik, çünki bu bizim başımız çıxan bir məsələ deyil. Əgər fikir bildiririksə də, burada biz sürücünün ehtiyatsızlığından bu qəzanın baş verdiyini başa düşməliyik. Yəni Priusun günahı burada nədir bu yazığın? Bu bir metaldır, bir dəmirdir. Deməli, həddən artıq ümumiləşdirmə var. Və yaxud da deyir, oteldə işləyən gənc qız görür ki, gələnlərin hamısı sarışındır. Otelə qonaqlar gəlib və gəlir müdiriyyətə xəbər verir ki, gələnlərin hamısı sarışın, alagözdür, göygözdür, hamısı rusdur. Bu da həddən artıq ümumiləşdirmədir. Bəyəm təkcə ruslar mı sarışın alagöz olurlar? Xeyr, bu bir başqa millətdən də ola bilərdi. İki nümunə məncə kifayət eləyir. İkinci özünü bənzətməkdir. Məsələn, məktəbimizdə bir uşaq şahmatla məşğul olur. Şahmata görə bir neçə dəfə olimpiyadalarda yer qazanıbdır və bütün müəllimlərin ona qarşı xüsusi bir diqqəti, bir hörməti var. Yəni bu uşaq özünü belə tanıdıbdır və digər uşaq deyir ki, mən də şahmatla məşğul olmalıyam ki, Vüsal şahmatla məşğul olur. Hamı Vüsalı çox istəyir. Mən də şahmatla məşğul olmalıyam, qoy məni də hamı çox istəsin. Bu nədir? Özünü bənzətməkdir. Yəni Vüsal şahmat üzrə bacarığı var. Bəlkə sənin bacarığın başqa bir sahəyədir. Bəlkə sən çox yaxşı bir rəqqas ola bilərsən, çox yaxşı bir gimnast ola bilərsən. Ona görə də bu cür düşünən insanlar özünü bənzətməyə çalışırlar və o da bir məntiq xətalarından biridir. Növbəti məntiq xəta, özünü bənzətməyə bir dənə də misal göstərim. Məsələn, adətən bilirsiniz də, adətən reklam firmaları, ümumiyyətlə məhsul satışı ilə məşğul olan insanlar adətən reklama məşhur insanları çəkirlər, düzdürmü? Məşhur insanlar şampun reklamı eləyir, nə bilim, paraşok reklamı eləyir, fərqi yoxdur, telefon reklamı eləyir, hər bir şey, qida reklamı. Niyə? Çünki məşhur insanlar göz önündədir və biz də deyirik ki, filan müğənni filan şampundan istifadə eləyir, saçı gör nə gözəl parlaqdır, mən də o şampundan istifadə eləməliyəm. Bu nədir? Bu özünü bənzətməkdir. Yəni, bu məntiq xətasıdır. Növbəti məntiq xətası cəmiyyət tərəfindən qəbul edilmək. Cəmiyyət tərəfindən qəbul edilmək. Yəni ki, insanın öz fikri yoxdur. Mən buna həmişə deyirəm, cəmaət nə deyər düşüncəsində olan insanlar. Yəni, bu insanın öz düşüncəsi yoxdur, ancaq cəmiyyət tərəfindən qəbul olunmağa çalışır və həmişə də cəmaət nə deyər? Bunun latınca adı populyumdur. Yəni, bu insan toplumun fikri bunun üçün maraqlıdır. Yəni, deyir ki, bir cəmaət çoxluq bu şeyi qəbul edibsə, deməli, bu yaxşı şeydir. Hamı bunu qəbul edirsə, deməli, bu yaxşıdır. Məsələn, bu il sarı paltar dəbdədir, hamı sarı paltar alır, mən də sarı paltar almalıyam. Bu məntiq xətasıdır. Hamı tərəfindən qəbul edilməyə çalışır. Cəmaət tərəfindən qəbul edilməyə, cəmiyyət tərəfindən qəbul edilməyə çalışır. Yəni, bu cür düşüncə məntiq xətasıdır. Bəlkə mənə sarı rəng yaraşmır, heç mən sarı rəng geyinməməliyəm. Bu da nədir? Cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətasıdır. Sonra gəlir şəxsi qərəzlilik. Şəxsi qərəzlilik nədir? Adətən biz nə deyirik? Şagirdlərin bir-biri arasında şəxsi qərəzli olanda rəy vermə bacarıqları zəif olur, şəxsi münasibətlərə rəy verməyə çalışırlar. Məsələn, deyir sinifdə Günel adında bir qızın, Aydan adında bir qızın xoşu gəlmir.
Aydan da gəlir belə bir fikir deyir ki, mən böyüyəndə sahibsiz heyvanlara sahiblənmək istəyirəm. Böyüyəndə bir sığınacaq təşkil edəcəm sahibsiz heyvanlarla bağlı. Günelin Aydandan xoşu gəlmir axı. Günel də deyir ki, yox, mən Aydan onsuz da belə deyək də qəribə qızdır, gülməli qızdır. Onun dediyi fikir heç ciddi fikir də deyil. Yəni onun dediyi səhv olar ancaq. Çünki burada qərəzli yanaşma var, şəxsi qərəz var artıq. Burada fikrə yox, insanın şəxsinə münasibət bildirilir. Amma əslində o nə deməli idi? Aydanın fikri yaxşı fikirdir. Baxmayaraq ki, mənim Aydanla aram yoxdur, amma dediyində bir həqiqət var, bir yaxşı ideya var. Yəni bu cür yanaşmalı idi. Yəni şəxsi qərəzlik bir insana şəxsi və yaxud da müəllim yoldaşımın dərsinə gedirəm, otururam. Dərs çox qəşəng keçir. Amma mən onunla prinsipim var, xoşum gəlmir o müəllimədən. Çıxıram, məsələn, biz dərs dinləmədir də, indi direktor müavininə və yaxud direktora biz hesabat veririk. Deyirəm ki, yox, filan şey belə oldu, bəhmən şey elə oldu. Çünki şəxsisi ilə münasibətim yaxşı deyil deyə, mən onun yaxşı əməllərini qoyuram qırağa, yaxşı əməl deyəndə, yəni dərsin keyfiyyətini qoyuram qırağa, onun şəxsinə fikir bildirirəm. Çünki ürəyimdə tutmuşam ki, yox, bu müəllimədən xoşum gəlmir. Bu şəxsi qərəzli yanaşmaqdır. Bu nədir? Bu məntiq xətasıdır. Əslində mən orada əyrini əyri, düzü düz deməliydim. Əgər mənim normal məntiqi təfəkkürüm inkişaf etsəydi. Boş adam xətası. Buna deyirik boş-boş danışan adam. Doğrudan da müasir cəmiyyətimizdə baxmayaraq ki, elmdə inkişaf eləyib, texnikada inkişaf eləyib, boş-boş danışan adama çox rast gəlinir. Boş danışan adam, sən həmdən danışırsan, o dəmdən danışır. Məsələn, deyirəm ki, uşağınız son zamanlar dərslərinə hazırlıqsız gəlir. Deyir ki, demək istəyirsən ki, mən pis valideynəm. Yəni bu, mən həmdən danışıram, valideyn dəmdən danışır. Bu, boş adam xətasıdır. Məsələn, deyirəm ki, daha doğrusu cümləni düzgün qurmadım. Deyirəm ki, hörmətli valideyn, uşağınıza nəzarəti artırın. Uşağınız dərslərə hazırlıqsız gəlir. Valideyn də qadir mənədir ki, demək istəyirsən ki, mən pis valideynəm, mən yaxşı valideyn deyiləm. Yəni, bu, boş adam xətasıdır. Və yaxud da ki, deyirəm ki, fast food yeməkləri yemək insan sağlamlığına ziyandır. İnsanı kökəldir, nə bilim, həddən artıq və yaxud da arıqladır, piylənməyə gətirir, çıxardır. Və qarşı tərəfə deyir ki, demək istəyirsən ki, mən kökəm. Yəni, burada mən həmdən danışıram, qarşı tərəf isə boş-boş danışır, dəmdən danışır. Buna deyirik, boş adam xətası. Və yaxud da deyir ki, şəhərdəki ekoloji problemi həll etməyin yollarından biri də velosipeddən istifadə eləməkdir. O, boş adam qadir deyir ki, demək istəyirsən ki, şəhərdə ekologiyanın vəziyyəti pisdir. Yəni, boş-boş danışır. Bunu hamı bilir ki, şəhərdə ekologiyanın vəziyyəti, yəni şəhər yerlərində ümumiyyətlə ekologiyanın vəziyyəti o qədər də ürək açan olmur. Növbəti məntiq xətası çox mənalı danışmaqdır. Çox mənalı danışanlar fikri başqa yerə yönləndirənlərdir. Fərqli mənada sözlərdən istifadə edir və müəllimin fikrini, danışanın fikrini yayındırmağa çalışır. Fərqli istiqamətlərə. Buna söz oyunda deyirlər el arasında. Söz oyunda deyirlər. Yəni, çox mənalı danışır, fərqli danışır. Söz oyunu deyirlər demişkən, bayaqları mən bir məsələni demədim. Bu, şəxsi qərəzliliyin latınca adı hominimdir. Bunu demədim. Kitabda verilib, ola bilər ki, testlərdə qabağınıza düşər. Məntiqdə əgər şəxsi qərəzli məntiq yürüdürsə, bu hominim düşüncədir. Yox, cəmiyyət tərəfindən qəbul eləməyə çalışırıqsa, bu populum düşüncədir. Burada isə çox mənalı danışmaq nədir? Söz oyunudur. Yəni, deyirəm ki, uşaqlara tapşırıq verirəm. Deyirəm ki, görürəm tapşırığı hamı eyni formada yazıb gətirib. Deyirəm, axı, mən sizə demişdim ki, bir-birinizdən mesajlaşmayın, tapşırığı bir-birinizdən soruşmayın, necə eləmək lazımdır. Ayrı-ayrılıqda yazın, gətirin bu tapşırığı. Şagird də deyir ki, biz danışmamışıq göz aramızda. Sadəcə bir neçə şəkil atmışıq. Yəni, fikri tamam başqa istiqamətə yönəldir. Yəni, bu artıq məntiq xətası. Elə başa düşür ki, mən başa düşmürəm, o məni yönləndir. Yəni ki, deyir, görünən dağa bələdçi lazımdır. Bu göz qabağındadır ki, burada köçürülübdür. Və yaxud da ki, deyirəm ki, girirəm sinifə, deyirəm, sinif səliqəsizdir. Bu nədir? Sinif dağınıqdır. Uşaq qayda deyir ki, mən növbətçi deyiləm ki, sinif dağınıqdır da. Yəni, fikri növbətçiyə yönəldir. Yəni, belə buna deyirik nə? Çox mənalı danışmaq. Bir də var sirkulyar arqument. Ən rahatı budur. Sən dediyini qaytarır sənə. Sirkulyasiya nə deməkdir? Yəni, sirkulyasiya, atmosfer sirkulyasiyası. Yəni, bir şey dönür, fırlanır, gəlir, yəni eyni yerdən keçir. Sirkulyar arqument gətirən, məntiq xətası edən şəxs sən dediyini qaytarır sənə deyir. Deyirəm ki, siqaret çəkmək sağlamlığa ziyandır. Deyir, mən siqaret çəkmirəm, çünki mənim sağlamlığıma ziyandır.
Yəni mənim dediyimi qaytarıb mənə deyirsə, bu nədir? Bu sirkulyar arqumentdir. Və yaxud da deyirəm ki, gecələr vaxtında yatmaq lazımdır. Çünki vaxtında yatmayanda insanın əqli düşüncəsi o qədər də yaxşı inkişaf eləmir. İnsanın beyni şəffaf olmur, informasiyanı qəbul eləməyə çətinlik çəkir. Uşaq deyir ki, mən gecələr vaxtında yatıram, çünki gecə gec yatmaq insanın düşüncəsinə mənfi təsir göstərir, informasiyanı qəbul eləməyə qoymur və s. Yəni mənim dediyimi mənə qaytarır. Bu nədir? Bu sirkulyar arqumentdir. Yenə deyirəm, bu məntiq xətalarını niyə keçirik? Şagirdlərin məntiq xətası etməsinin qarşısını almaqdan ötürü. Deyir ki, müəllimin bir vəzifəsi də odur ki, şagirdlərdə məntiqi tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirsin. Ona görə də bu cür münasibət bildirən uşaqların məntiq xətası olduğunu bilirik, görürük və bu xətaları aradan qaldırmaları üçün onlara nə etməliyik? Dəstək olmalıyıq hər tərəfli. İntellektual baxımdan da müəyyən tapşırıqlar verməklə və yaxud da müəyyən maarifləndirici izahlar verməklə insanları məntiqinin düzgün inkişaf etməsinə yönəltməliyik. Sağ olun, videomuz bu qədər. Diqqətinizə görə təşəkkür edirəm, amma tövsiyə edirəm ki, Time test kitabından testləri də işləyəsiniz. Çünki məntiq xətalarla bağlı kifayət qədər orada test var. Testləri işləyəndə daha da yaxşı nə eləyir? İnsanın beynində oturuşur. Hələlik.